Bilmədiyim nüanslardan biri avtomobildə pedalların üzərinə məhz Touareg-in metal və rezin tərkibli bu pedallarından qoyublar. Volvodan tapmaq olmayıb yəqin ki, ona görə də belə bunu yerləşdiriblər, normal. Sonradan onu dəyişmək yenə də olar. Düşək salondan, keçək o biri tərəfə. Oturacaqlar qeyd edeyim, çox rahatdır. Yəni oturma pozisiyası sürücü üçün, məhz sürücü üçün çox əladır. Arxa sərnişinlərə qeyd etdim sizə ki, çox az məsafə var orada. Amma mənim üçün, yəni boyuma uyğun nizamlamışam bu sürücü oturacağını, çox rahatdır. Sadəcə necə belə rahat otura bilməyəcəksən burada. Səbəb nədir? Nisbətən geri oturmalısan və hündür oturmalısan. Çünki avtomobilin ön hissəsini rahat görəsən deyənə. Hündürlüyə görə də nizamlanır əslində. Hündürlüyə görə nizamlayıb tam. Aha, dəri sürtülməsi normaldır. Hə, hündürlüyə görə nizamlayıb otursam, indi görüntüm yaxşıdır. Əla görüntü var. Avtomobildə qəribə bir möhkəmlik hissi var. Sanki bu avtomobildə oturanda qalanın içindəsən. Qeyri-adi bir hiss verir.